Davam edirik. Sabit söz birləşmələri. 10-cu fərq. Deməli, bədii üslubda və məişət üslubunda daha çox işləkdir. Elmi və rəsmi üslubda işlənmir, publisistik üslubda da müəyyən qədər özünü göstərə bilər. Deməli, onun işlənmə yeri əsasən bədii və məişət üslubudur. Sərbəst söz birləşmələri isə ədəbi dilin bütün üslublarında işlənə bilirlər. 11-ci fərq. Sərbəst söz birləşmələri nitqdə ifadəlik yaratmaq məqsədi ilə işlənir. Yəni, onun vəzifəsi budur, canlılıq, ifadəlik yaratmaqdır. Məsələn, yorulmaq sözün, nəfəsi kəsilmək sözü daha canlı şəkildə ifadə eləyir və bu məqsədlə yaradılır. Sərbəst söz birləşmələri isə nitqdə konkretlik yaratmaq məqsədi ilə işlənir. Məsələn, tutaq ki, ət maşını sözü, maşın sözünü daha konkret şəkildə ifadə eləyir. Və söz birləşmələrinin, sərbəst söz birləşmələrinin yaranmasında məqsəd də əşyaları bir-birindən fərqləndirmək üçün konkretləşmə yaratmaqdır. 12-ci fərq, sabit söz birləşmələri cümlənin sadə üzvü olur, tərkibində neçə söz olmasından asılı olmayaraq, yəni o sözlərin hamısı öz mənalarını itirib və bütövlükdə, ümumilikdə bir məna bildirdiyi üçün onlar bir söz məqamında çıxış edirlər, ona görə də cümlədə sadə üzvü olurlar. Sərbəst söz birləşmələri isə tərkibindəki sözlər öz mənasını saxlayır deyə o birləşmələrlə ifadə olunan cümlə üzvləri həmişə mürəkkəb olur. Məsələn, tutaq ki, belə deyək, mən dərsi dinləyirəm. Bu cümlədəki dinləyirəm, nə edirəm, xəbər sadədir. Mən dərsə qulaq asıram. Bu cümlədəki qulaq asıram frazoloji birləşməsi ilə ifadə olunan xəbər də yenə sadədir. Amma kitab stolun üstündədir cümləsində kitab sadə mübtədadır. Mənim kitabım stolun üstündədir cümləsindəki mənim kitabım mübtədası isə mürəkkəb mübtədadır. Və sonuncu fərq 13-cü. Sabit söz birləşmələri amonim, sinonim və antonimlik xüsusiyyətinə malikdir sözlər kimi və bu cəhətdən deməli onlar həm leksikada öyrənilir leksik baxımdan, həm də sözlərə oxşayırlar. Amma sərbəst söz birləşmələrində bu xüsusiyyət yoxdur. Yəni, heç bir sərbəst birləşmədə amonimlik, antonimlik və sinonimlik axtarmaq olmaz. Bu birləşmələr arasında fərqlər bu qədər və növbəti videolarda izaha davam edəcəyik.